Değerli dostlar, hörmətli Facebook dostlarım, bugün qonağımız Rusiyanın Glazov şəhərindən gəlmiş, əslən Kəpənəkçi oğlu Teymur Budaqovdur, şair qardaşımdır. Gəlişinə şad olduq və bacıoğlu Elçin hərbiçidir, polkovnikdir. Səninlə Elçin fəxr edirik, qürur duyuruq. Allah sənin pənahında saxlasın inşallah. Maşallah olsun sizlərə. Şair qardaşımız Saraçlıdan Yaşar Kemaloğlu və sizin sevimli bəndəniz Şair Binəli Bayram. Allah sizləri var eləsin. Allah saxlasın. Eşidirsən, buyur. Deməli, kimin arzusu, niyyəti nədirsə, Allahdan nə istəyirsən, onu da görərsən. Əvvəllər bir ay ya 2 ay əvvəl mən yazmışdım ki, istəyirəm görəm səni, gəl oturaq ay Binəli. Sənlə olaq biz təmasda, məclis quraq ay Binəli. Gedək gəzməyə yaylağa, qonaq olaq quzqulağa, salam verək göy qulağa, məclis quraq ay Binəli. Binəli yazdı, inşallah Allah qismət eləsin, görüşərik, gəldi. Gedək, anam sağ, dağda dərək çiçəkləri, anam sağsın inəkləri, görək körpə mədəkləri, məclis quraq ay Binəli. Şeiri axıra qədər bilmirəm, 3-4 bəndi yadımdadır. Teymur qardaş sizin ellidir, şirin sözlü, xoş dillidir. Hər söz, hər şey sözündən bəllidir. Oturaq duraq, ay Binəli, məclis quraq, ay Binəli. Allah hamıya istədiyini qismət eləsin. Arzusuna, niyyətinə çatdırsın. Binəlinin sözü oldu ki, inşallah görüşərik. O görüşü Allah bu gün də inşallahın axırı maşallah oldu. Allah sizləri qorusun, 100 yaşayın. Həmişə görüşümüz, bax belə. İnsan xəlq olanda yüzə yetirə, bu dünyada intizarı çəkməyə. Yüklüyə karvanı quşquzar ilə sarvan olub qəm qatarı çək. Yaşaya dünyada xoş əhval ilə, evlatla, devlətlə,